Ağdam rayon Qaradağlı kəndi qanunsuz tikinti quraşdırma işləri aparılıb sahibkar tərəfindən. Atçılığın yeri olubdur əvvəl. Çox güman ki, həm də ki, kənd təsərrüfatı təyinatlı torpaqdır. Gördüyünüz kimi sahənin içindəyəm. Kənd təsərrüfatı bitkiləri əkilib bura. Yondadır, arpadır və s. Kənd təsərrüfatı bitkiləri əkilibdir. Bundan başqa orada işləyən işçilər çox hallarda əmək müqaviləsi olmur. Dövlətə ödəniləcək DSMF vergi və s. dövlət büdcəsinə ödəniləcək ödənişləri etmiş sahibkar. Orada satılan qida vasitələri, ələxüsusda spirtli içkilər, araq, pivə, onların da bir çox hallarda sertifikat lisenziyası yoxdur. Orada satılan araqlar qustar üsullarla çəkilir, orada satılır. Ümumiyyətlə lisenziyası yoxdur, yəni çəkilmə araqların qustar üsullarla çəkilir. Xahiş edirəm, dəyərli aidiyyatı qurumlar, müraciətimi təmin etmənizi, qanuna müvafiq tədbirlər görmənizi xahiş edirəm. Bundan öncə də, 2 il bundan öncə də bu çəkilişi etmişdim. Onlar məni güclü şantaj etmiş, hədələmiş. Güya məni şantaj edir ki, sən həbsə saldıracaq. Həbs eləməklə məni qorxud, hədələtmiş. Burada sosial şəbəkədə yazaraq məni hədələmişlər. Şantaj etmişlər. Mən də məcburiyyət qarşısına qalıb videonu silmişdim. Yəni bu günləri o hədə və şantajlar artıq keçmir. Hani bugün qüdrətli devlətimiz var. Hansısa sahibkarın bir hədəsi, şantajı önəmli deyil. Diqqətinizə minnətdarım.